Biz bildiğiniz kimi Sokarın birinci yerine çıxmış komandasıyıq. Çempionuyuq, Sokarın çempionuyuq. Rəhbərliyimiz bizə güvənib, bizi göndərib bu turnirə. İnşallah onların üzrünü ağ eləməyə çalışırıq. Turnir gözəl geçdi. Rəqib komanda yaxşı hazırlaşmışdı. Biz də hazırlaşırıq. Demək olar ki, il boyu məşqimizi saxlamırıq. Qəşəng gözəl oyundan qələbə qazandıq. Ümumi çempionat, biz o biri çempionatda iştirak eləməmişik. Bizə tövsiyə elədilər, maraqlandıq. Çox gözəl, maraqlıdır. Qəşəng komandalar var, yaxşı komandalar var burada. Ona görə də biz qatılmaq istədik. İnşallah özümüzü finalda görürük. Daha doğrusu görmək istəyirik. Yaxşı hazırlaşırıq. Hədəfləri yüksəkdə. Hədəfləri yüksəkdə tuturuq biz, bəli. Bayaq dediyim kimi, bizim rəhbərimiz bizə güvənərək göndərir bura, arxamızda durur, nə lazımdır bizə köməklik göstərir. Biz də onların üzrünü burada ağ eləməyə çalışırıq. İnşallah görək, ümumiyyətlə təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Çox sağ olun bu turniri təşkil elədiyinizə görə. O ki qaldı oyun barədə siz dediniz ki, keçən də belə olmuşdu. Keçən də elə gəldi bizim komanda ilk 2 turu uduzdular, sonra toparlandı. Bizim komanda biraz biz necədir? Yəni ki, özgüvənlik belə çoxdur bizdə. Bizə ən birinci, insan gələ biraz, komanda gələ biraz sadə, biraz gələ bizə özgüvənliyi çox olduğuna görə biraz oyun biraz gərgin gelir ona görə. Çalışırlar udmağa. Oyun biraz sadə oynamalıdır inşallah. İnşallah ki, əminəm yəni içində qrup mərhələsini keçəcəyik Allahın köməyi ilə. Yəni ki, belə yəni biraz toparlanacaq Allah qoysa. Yəni həmişə belə olur bizdə. İnşallah ki, yaxşı olacaq Allahın köməyi ilə və bütün komandalarda hamıya uğurlar arzulayıram. Oyun haqqında əvvəl onu deyim ki, bizi bura dəstəkləməyə gələn bütün Avramid kollektivinə təşəkkürümüzü bildiririk. Şuravaya biz də onları sevindirə bildik. Əsasən həm də özümüz üçün birinci oyunda məğlub olmuşduq. Bu oyun çox önəmli idi bizim üçün. Həm belə derbi də demək olar. Şurala əsas odur ki, biz qələbə qazandıq. İlk 3 xalımızı qazandıq. İnşallah ardı gəlsin. Rəqibi də təbrik edirəm. Çox yaxşı kollektividir. Neçə illərdir bu çempionatda oynayırlar. Çox təcrübəli komandadılar. Belə bir komanda üzərində qələbə qazanmaq bizim üçün də sevindiricidir. Yəni mən birinci oyundan sonra demişdim, düzdür məğlub olmuşduq. Demişdim ki, yəni biz asan yem olmayacaq, döyüşəcəyik. Allah şükür yenə də uşaqlar bizi utandırmadılar. Yəni şey mənasında, yaxşı mənada oynadıq, qələbə qazandıq. Sevinirəm, hamını təbrik edirəm. Avramid komandası bugün bizdən daha yaxşı hazırlaşmışdı, daha inamlı, ürəkli oynadılar və qələbə qazandılar. Qələbə münasibətindən onları təbrik edirik. Və ümid edirik ki, inşallah növbəti oyunlarda bir də qarşılaşarıq və bu bizim üçün bir motivasiya olacaq ki, biz qələbə qazanaq. Yəni onlara da çempionatda, növbəti oyunlarda uğurlar arzu edirəm, həm oyunda, həm də iş həyatında. Rəqib olsaq da, yəni bu bizim sağlam rəqabət. Oyun çox maraqlı keçdi. Rəqib axıra qədər mübarizə apardı. Bunlara görə onları təbrik edirəm. Çox sağ olsunlar. Axıra qədər döyüşdülər. Nəticə biraz böyük fərqlə oldu. Buna baxmayaraq daim öz üzərimizdə biz işləyirik. Növbəti oyunlara köklənmişik inşallah. Məqsədimiz çempionluqdur. Növbəti ili bir də təkrarlayıb inşallah Avropaya çıxmaq istəyirik.